Salam əziz dəyərli Avtomaşın YouTube kanalı izləyiciləri. 9 noyabr 2025-ci il Vətəndaş maşın bazarına salamlayırıq sizləri. Gəlmişik sizlər üçün istədiyiniz maşınları çəkib sizlərə təqdim edək. Xoş izləmələr. Siz də hansı maşınlarınızı seçmək istəyirsinizsə, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyimiz növbəti maşın Mitsubishi Prado'dur. İli 2010'dur. 3.5 motordur. Sahibi 22 bin manata deyir. Realca endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraflı çəkib sizlər üçün təqdim edirik. %91 min yürüyüşü var. Multiroom. Masayla xodlanmadır. Monitor quraşdırılıb. Avtomat sürətlər qutusu. Dəri salon. Siz də hansı maşınlarınızı çəkmək istəyirsinizsə, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyimiz növbəti maşın Hyundai Sonatadır. İli 2014'dür. 2 motordur. Sahibi 27 bin manata deyir. Realca endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraflı çəkib sizə təqdim edirik. Multiroom, Start Stop, Zavaskoy monitor, avtomat sürətlər qutusu, dəri salon. Siz də hansı maşınlarınızı seçmək istəyirsinizsə, rəy bölməsində bildirə bilərsiniz. Panorama lük. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyimiz növbəti maşın Kia K3'dür. İli 2014'dür. 1.5 dizelli motor. 1.6 dizelli. Sahibi 18.500 deyir. Realca endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraflı çəkib sizə təqdim edirik.
Ultru, hasarla kodlanma, monitor quraşdırılır, avtomat sürətlər qutusu, dəri salon. Siz də hansı maşınlarınızı seçmək istəyirsiniz, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyimiz növbəti maşın Nissan Tiana'dır. İli 2010'dur. 2.5 motordur. Benzin sahibi 15.000 manata deyir. Real alıcı endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşının ətrafı çəkib sizlər üçün təqdim edilir. Ultru, Start Stop, Davaskoy monitor, avtomat sürətlər qutusu, dəri salon. Siz də hansı maşınlarınızı seçmək istəyirsiniz, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Xanım izləyicilərimizi də unutmadıq. Onlar üçün belə bir maşın çəkirik, paylaşırıq. Nissan March'dır. İli 2018, 1.2 motor, benzin. Sahibi 14.500 manata deyir. Real alıcıya endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşın ətrafı çəkib sizlər üçün təqdim edirik. Açarla kodlanma, monitor, Davaskoy monitor, avtomat sürətlər qutusu, parça salon. Siz də hansı maşınlarınızı seçmək istəyirsiniz, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın.